Arkadaş çəkib göstərirəm, hardan eləyirlər. 8 amper, 16 amper, bir də maksimum. Əsasən evdə şarja qoyanlar zəif qoymaq istəyirsə, orta qoymaq istəyirsə və maksimal sürətdə qoymaq istəyirsə. Bax, bura daxil oluruq. Burada bax, bu yuxarıdakını basırıq. İkincini. Görürsünüz, bax, burada çıxdı. 13 amper, 8 amper. Axırıncı söz maksimumdur. Yəni, nə sürət bacarır, onu götürəcək. Məsələn, stansiyalarda şarj edirsə, daim qoy bunda qalsın. Bu birisiləri evdə şarj edənlərə aiddir. Məsələn, bunu vursaz, lap gec şarj edəcək. Bu birisini vursaz, biraz tez şarj edəcək. Maksimuma qoysaz 5 saatda, 4 saatda. İndi evinizə gələn cəryandan asılıdır. Bura girmişkən bir dəfəli o birisini də çəkim görsədim sizə. Bunu bir dənə də belə eləyirsiniz. Üçüncü, bax, burada gəlir üçüncüyə. Bax, bu nədir buradakı? Bunu qoya bilərsiniz 50%-ə, məsəl üçün. Ya 17%-ə, minimum 15%-dir. Bu sizin batareyanız, şarjınız tam sıfıra yəndən sonra mühərrik qoşulmaq söhbətidir. Mən məsələn bunu qoymuşam 17-yə zada qoyuram. Yəni faiz dərəcəm düşəndə bu 19-a mühərrik qoşulur, başlayır adi hibrid kimi işləməyə. Bundan aşağı qoymur yenməyə şarjı. Bu da ondan ötürüdür. İndi 19-a qoydum. Buyurun, bu da belə. Sağ olun.